videoda sizə DAB plus ötürücüsünün simulyasiyasını təqdim edəcəyəm. Bunun üçün proqram təminatı açıldıqdan sonra müvafiq xəritə ekrana yüklənir və əhatə dairəsini hesablamaq istədiyimiz stansiya seçilir. DAB standartına uyğun olan parametrlər yüklənir. Yükləndikdən sonra Coverage Calculation başlanır. Bunun üçün müvafiq model seçirik. Model Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə əsaslanır. DAB standartı üçün qəbul olunmuş minimum siqnal səviyyəsini seçirik və hesablamağa başlayırıq. Proqram bir neçə dəqiqə ərzində avtomatik olaraq stansiyanın əhatə dairəsini müxtəlif rənglərlə ekranda vizuallaşdırır. Və rənglər müxtəlif ərazilərdə siqnalın qəbul səviyyəsinə uyğun olaraq fərqli rənglərlə göstərilir. Bu, stansiyanın əhatə zonasının şəklidir və ona müvafiq reportdur, ekranda görünür. İki stansiya arasında interferensiya halının mövcudluğunu yoxlamaq üçün isə digər yoxlamaq istədiyimiz stansiyanı seçirik. Analoji halları həmin stansiyada yerinə yetiririk. Yəni, müvafiq parametrlər daxil edildikdən sonra əhatə dairəsi hesablanır. Bir neçə dəqiqə ərzində ikinci stansiyanın da və ardında isə hər iki stansiyanın vizual görüntüsünü ekranda görəcəyik. Bəli, ikinci stansiya da tamamlandı. Müvafiq report təqdim olunur proqram tərəfindən. İndi isə interferensiya halını yoxlayırıq. CI mod vasitəsilə interferensiya halı yoxlanılır. Bəli, ekranda görünən report və qırmızı rənglə əhatə olunan ərazilərdə siqnal üst-üstə düşür. Diqqətinizə görə minnətdaram.